Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Bugün belə bir sualın izahına baxacaq. Sualın şərtində deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Burada Pireneya yarımadası və Yucatan yarımadasını Venn diaqramı üzərində işləməyi bizə tapşırılır. Biz bu həm Pireneya, həm də Yucatan yarımadasının həm oxşar xüsusiyyətlərini, həm də fərqli xüsusiyyətlərini buradan seçməliyik. Birinci fikir oxuyuram. Qeyd olunub ki, Pireneya yarımadası 3 yarımkürədə yerləşir. Biz bilirik ki, Pireneya yarımadasını Greenwich meridianı kəsir. Greenwich meridianı kəsdiyinə görə yarımadanın bir hissəsi şərq, bir hissəsi qərb yarımkürəsində yerləşir. Eyni zamanda ekvator xəttindən bütünlüklə yuxarıda yerləşən bu yarımada ümumilikdə 3 deməli yarımkürədə yerləşmiş oldu. Şimal, şərq və qərb yarımkürəsində yerləşir. Deməli birinci fikir doğru fikirdir. Biri götürdüyü cavabdır. Daha sonra növbəti bizim burada ikinci fikrimizi oxuyaq. Görə nə qeyd olunub? Deyir ki, Günəş zenitdə olur. Yəni Pireneya yarımadasında. Günəşin ümumiyyətlə zenitdə olması üçün məntəqələr 23.5 şimal enliyi və 23.5 cənub enliyi ya bu enliklərin içərisində ya da onların üzərində yerləşməlidir. Amma Pireneya yarımadasına biz nəzər yetirsək görərik ki, həmin bu yarımada təqribən 40 dərəcə şimal enliyi boyunca uzanır. Yəni ki, tropik xəttlərdən kənarda yerləşir. Ona görə burada Günəş zenitdə ola bilməz. Bu fikir yanlış fikirdir. Daha sonra baxıram dördüncü fikrə. Qeyd olunub ki, Şimali Amerika litosfer tavasında yerləşir. Yəni Yucatan yarımadasından burada söhbət gedir. Yucatan yarımadası Meksika körfəzinin cənub ətəklərində yerləşir və həmin ərazi Şimali Amerika litosfer tavasında yerləşir fikri doğru fikirdir. 4'ü burada cavab kimi götürmək olar. 5-ci. Sahillərini iki okean suları yuyur. Yucatan yarımadasının xəritəyə baxarkən biz görürük ki, Yucatan yarımadasının sahillərini yalnız və yalnız Atlantik okeanı suları yuyur. Yəni orada ikinci bir okean sularından söhbət getmir. Ona görə 5-ci fikirdə yanlış fikir kimi götürülür. Və 3'ə baxaq. Sualın şərti bizə deyir ki, 3-cü fikir ortaq bir fikir kimi olmalıdır. Tropik, daha sonra sualın şərti yox, daha doğrusu Venn diaqramı. Tropik hava kütlələri hakim olur. Pireneya yarımadası olan ərazi subtropik iqlim qurşağında, Yucatan yarımadasının olduğu ərazi isə tropik dəniz iqlim qurşağında yerləşir. Tropik iqlim qurşağının dəniz tipində. Deməli, subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır və bilirik ki, özünə məxsus hava kütləsi yoxdur. Buraya yayda tropik, qışda isə mülayim hava kütlələri hakim olur. Ona görə Pireneya yarımadası üçün bu fikir doğru fikirdir. Həqiqətən də yəni tropik hava kütləsinin hakim olması. Yucatan yarımadasının da yerləşdiyi iqlim qurşağı tropik dənizdir. Zaten burada onsuz da tropik hava kütləsi var. Yəni bu fikirdə ortaq fikirdir. 3'ü də cavab kimi götürmək olar. Cavabımız oldu 1, 3, 4. B variantı.